Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə 14 iyun tarixində 11-ci siniflər üçün keçirilən OTK sınavının izahına baxacağıq. Bu dəfə yavaş danışacağım çünki istəyirəm ki, tam başa düşəsiniz. Yəni, başlayaq elə 31-ci sualdan. Nə deyir? Deyir ki, 13-cü əsrin sonlarında, ümumiyyətlə 13-cü əsrin sonu deyirsə, birinci illərin yazmalıyıq ki, 1290'lardan gedir söhbət. Pakistan ona bitişik ərazilərə soxulmaq istəyən Monqollara qarşı mübarizə gedirdi və Kaveri çayınadək olan bölgələr sultanlığa qalxdı. Demək ki, bu qüdrətli hökmdar olub. Hindistan ərazisində yeni türk dövləti yarandı. 13-cü əsrin ortasında var 1242-də Qızıl Ordu dövləti yaranıb ümumiyyətlə. Amma Hindistan ərazisində yeni bir türk dövləti yaranmayıb. Abbasi xəlifəsi sultan hakimiyyətini tanıdı. Abbasi xəlifəsi də yox idi. 1258-dən getmişdi bir dəfəlik o dünyaya. Yadınızdadırsa, 1258-də son qoyur. Hülakü xan 1357-yə qədər Elxanilər dövləti mövcud olur. Beydə belə getdi. C-də nə deyir? Böyük Moğol dövləti. Böyük Moğol dövləti bədbaxt yaranmamışdı heç. 1526-da yaranır bu. Ona görə bu da səhvdir. 13-cü əsrin sonunda yoxdur. Monqol hücumlarının qarşısı tamamilə alındı. Bəli, tamamilə doğrudur. Cavabımız D variantı. Məmlüklər sülaləsinin dövrü başlanıb da səhvdir. Xələclər sülaləsinin dövrü idi çünki. Cavabımız oldu D variantı. Keçək digər suala. Atabəylər dövlətinin tarixinə aid. Atabəylər və yaxud da Eldənizə iki cürdə düşə bilər. 1136, 1225. Görək nə aiddir? Deyir 11-ci əsrin 30-cu ili. 11-ci əsrin 30-cu ili yox, 12-ci əsrin 30-cu ili olur. Ona görə də A variantı səhvdir. Həmişə bunu görəndə yazın illərini. 1030'lar deyir mənə. Halbuki mənim dövlətim 1136-da yaranıb. Ona görə bir səhvdir. Bir olan variantlar getdi. Şirvanşahlar dövlətinin aslı vəziyyətə salması da tamamilə doğrudur. Şəmsəddin Eldənizdə salmışdı. Ondan sonra hakimiyyətə gələn bütün hökmdarları salmışdı. Yəni aslı olmuşdu. Bütün hökmdarlar deməyim, ondan sonra hakimiyyətə gələn hökmdarlar da aslı salmışdı. 2 düzdür. Dəbil şəhərinin azad edilməsi də düzdür. Şəhdadilərlə oxşar götürürdü Dəbil şəhərini. Və Tiflis Müsəlman Əmirliyi. Tiflis Müsəlman Əmirliyi Didqori döyüşündə rəhmətə getmişdi. Didqoridə. Bu da 1121 idi. Bundan sonra demirik də, biz Tiflis Müsəlman Əmirliyi 22-də. Ona görə də 4-də səhvdir. Bütün Azərbaycan torpağını birləşdirməsi də tamamilə doğrudur. Azərbaycanı vahid halda birləşdirən dövlətlərdən biri də Eldənizlər idi. Cavabımız oldu C variantı. Uyğunluğu müəyyən edir. Uyğunluq deyirsə yazıram o dəqiqə düz. Yəni düzləri seçəcəm. Yəni plusları. Qaraxanlı Axundan fərqli olaraq deyir. Yəni ki, Axunda olmazsın, amma bu dövlətlərdə olsun. Nədir? Aşina türk soyuna mənsub olması. Bəli, düzdür. Qaraxanlı aşinaydı, amma Axun yox. Ona görə 1-ə A olmayanlar çıxacaq. İslam dinini qəbul etmişdi. Bu da düzdür. Bu da düzdür. Yəni 1-ə A ilə B variantı olacaq. Cavabımız D. İslam dinini deyəndə Axun ümumiyyətlə 5, 6, 7-də süqut eləyib. İslam dini isə 610-da yaranıb. Qaraxanlı dövləti də yadınızdadsa Satıq Buğra. 932-də İslam dinini dövlət dini elan eləmişdi. Hətta ona görə də 942-də isə demişdik ki, sultan titulunu qəbul eləmişdi. Nəsə, qısa yada salma. Deməli, 1-ə oldu, aynen bu. Mərkəzi Asiyada yaranması isə oxşardı. Ona görə götürmürəm. Gəznəli dövlətin verib mənə. Gəznəli dövlətində Hindistanın bir hissəsini tabi etmişdi. Bu da oxşardı. Ona görə götürmürəm. Samanilər, bu düzdür. 999, Qaraxanlı, Pilus, Gəznəvi. Neynəmişdi? Samanini dəf eləmişdi. Yəni, Samaniyə son qoymuşdu. Aralarında bölmüşdü. Burada var idi. Heç bu yaradan da o Axun belə yox idi. Yəni, bunu beyni də götürürəm. Abbasilər xilafətinin zəifləməsi nəticəsində yaranmasını da mən burada düz götürəcəm. Yəni, cavabım olacaqdır
Üçüncü sualda D variantı. Davam eləyək. Daş dövründən fərqli olaraq Tunc və Dəmir dövründə daş dövrü deyirsə ümumiyyətlə paleolit, alt paleolitdən, altdan eneolitə qədər olanı götürəcəm. Daxil olmaqla Tunca qədər. Əkinçinin yanaşı sənətkarlıq bu səhvdir. Çünki elə daş dövründə yaranıb, yəni neolitdə, əkinçilik isə mezolitdə. Ona görə bir çıxacam. Təsərrüfatda ağacdan istifadə edilməsi sadəcə Tunc dövründədir. Ondan əvvəlsi oraqdan istifadə edilir. İkini götürürəm. Sonra bağçılıq, üzümçülüklə məşğul olurdu. Bunu da götürürəm. Çünki Orta Tuncda yaranmışdı. Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq. Oturaq həyat tərzi də neolitdədir. Yəni, bu da daş dövrünə düşür. Dini ayağına ibadət evlər. İbadət evlər də hansı dövrdə idi? Erkən Tuncda. Ona görə cavabım olur 2, 3 və 5. Qədim Hindistana aid olanları müəyyən edin. Yəni, qədim Hindistana aid olanlar. Makedoniyalı İskəndərin hücumuna məruz qalması. Deməli, burada Makedon İskəndər hücumuna məruz qalmasın. Düz götürəcəm. Təbii ki də düz götürəcəm. Çünki İskəndər hətta deyir ki, Hindistanda yürüşdə olanda Atropat üsyanları yatırır. Hətta ona görə də mükafatlandırılır. Deməli, bir düzdür. Bir olmayanlar çıxdım. Romanın işğalına qarşı mübarizə aparması. Belə bir şey yoxdur. 2 olanı da çıxacam. İkinci eradan əvvəl ikinci bəli Ari tayfalarının yaranması, gəlməsi düzdür. 3'ü götürürəm. Eradan əvvəl 2-ci əsrdə Mauriya sülaləsinin hakimiyyəti son qoyması. Bu da düzdür. Eradan əvvəl 180-ci ildə idi. 4'ü də götürürəm. Cavabım olur D. 5'də nədir? 6-cı əsrdə Şimon. Bu da səhvdir. Yəni belə bir şey yoxdur. Ona görə cavabımız olur 1, 3, 4. Yəni D variantı. Keçək digər səhifəyə. Burada telefonda çox qara qura görünür. Ona görə mən gərək sizə rəngini ağ eləyim ki, görəsiniz. Baxın, biraz da böyüdüm, hətta daha qəşəng görəsiniz. Burada olmasa da siz təsəvvür eləyin ki, burada bir ulduz var, bir də burada. Əslində bura Xocalı və Xocavənd ərazisini verib xəritədə. Yəqin xəritə ilə bağlıdır sualımız. Deməli, deyir ki, rayonlarla bağlı ümumi cəhət. Lokal antiterror əməliyyatı nəticəsində ərazisi tam şəkildə azad edib, düzdür. Lokal antiterror neçənci ildir? 2023. 10 noyabr 2020 Azərbaycan qaytarmışdı. Xeyr, bunlar ümumiyyətlə Çalla yadınızda saxlayın. Xronoloji ardıcılıq AKL. Kəlbəcər, Ağdam, Laçın. Deməli, Vətən müharibəsindən sonra, yəni bu səhvdir. 2-ni çıxıram, 1'i götürürəm. 2-ni çıxıram, 1'i götürürəm. Vətən müharibəsindən sonra hava limanı nə əlaqə? Xeyr, belə bir şey yox idi. 3 səhvdir, cavabımız qalır 1, 5. Gedişində, ümumiyyətlə biz 2-ci Qarabağın gedişində girə bilməmişik, yəni azad eləyə bilməmişik. Nə Xocanı, nə Xocavəndi. Ona görə də 4 səhvdir. 1-ci Qarabağ müharibəsində ərazilər tam şəkildə işğal edilmişdi. Təəssüflər olsun ki, bəli, düzdür. Cavabımız olur elə A variantı. Davam eləyək. Deyir ki, Qarabağ xanlığı və Quba xanlığı. Sizə burada bir şey göstərim uşaqlar. Bu A variantı var ha. Ona görə deyirəm ki, görən kimi illərin yazın. 19-cu əsrin 30-cu illər yazıb yapışdırırsınız bura 1830'dar. Burada nə Qarabağ xanlığı vardı, nə də Quba xanlığı vardı. Ümumiyyətlə heç bir xanlığı yox idi. Ən sonuncu 1727-də İrəvanla Naxçıvan işğal olunub. İrəvanla Naxçıvan. Yəni 30'a heç biri çatmır. 30'da bircədən demişik ki, Çar Balakən idi. 27 ili İpək borcunu ödəmədiyi üçün 1803-ün andıl öhdəliyinə əsasən 30'da ləğv edilib. Bu A bədbaxtınız. Buradan çıxırsan, buradan da çıxırsan, buradan da çıxırsan, buradan çıxırsan, cavabın qalır D variantı. Baxaq, təzədən izah eləyim.
Urmiya xanlığından asılı hala düşməsi bu Qarabağ xanlığıdır. 1759-63. Quba xanlığında belə bir şey yoxdur. Bura gedəcək Georgiyevsk 1802-də. Quba, Pilos, Lənkəran, Pilos başı batmış Rusiya. Rusiya ilə imzalanmışdı. Səfəvilər dövlətinə qarşı mübarizə aparması. Səfəvilər dövlətinə qarşı da ümumiyyətlə Səfəvi dövləti yazlıqda yox idi. Bu 1736-da sübut eləyib axı. Xanlıqlar da Nadirin ölümündən sonra yaranıb, Şəki istisna o 43-də yaranmışdı. Yəni 47-48-də yaranıbdı o xanlıqlar. Nə əlaqə? Rusiya ilə Kürək çayı da imzalayan, Rusiyada hər yerdə var, təəssüflər olsun ki. Deməli 1805 Kürək çayı idi. Deməli, bunu da imzalamışdı Qarabağ, Şəki və dekabrın sonunda ona bənzər Şamaxı. Bənzər. Yəni, Kürək çayı deyəndə təkcə Qarabağdan Şəkini götürəksiniz. Bu da Qarabağa gedir Y variantı. Cavabımız da elə qalır 1-ə B, Y2-yə C, yəni D variantı. Qədim Romanı. Bax, sizə nətər verib özdə? Deyir ki, 2-ci əsrinə aiddir. Biz də demişdik ki, bu Adrian var deyə Adrian 2-ci əsrdə qulların öldürülməsini qadağan eləmişdi. Mən variantlardan düzü onu gözləyirdim ki, onu yazsın. Amma sizə yazıb ki, Albaniya dövləti ilə diplomatik əlaqə saxlaması. Demişdi axı, qiymətli hədiyyələr göndərirdi. Tiberi də pul göndərmişdi ki, Parfiya ilə savaşsın. Yəni doğru cavabımız B variantıdır. Baxaq sonra. Xristianlığı rəsmi din kimi qəbul eləməyib 2-ci əsrdə. Respublika idarə üsulu 509 eradan əvvəl 27-yə qədər. Yunanistan tabe eləməyib, vətəndaş müharibəsi də 1-ci əsrdə baş vermişdi. Davam eləyək. Deməli, deyir, Sadisalardan fərqi olaraq Rəvadilər dövlətinə aiddir. Burada cavabımız olacaq bu variantı. Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə salması, Rəvadilər salmayıb, amma Sadisalar salıb. A getdi. B düzdür. Səlcuqların hücumuna məruz qalıb 1054-də tabe eləmişdi. 1065-də isə ləğv eləmişdilər Səlcuqlar. Azərbaycanın cənubunda yaranması, Sacida salardı elə cənubda idi, oxşardı. Bütün Azərbaycanı əhatə etməsi belə bir şey yoxdur. Yəni demək istəyib ki, vahid halda birləşdirib, səhvdir. Şimal sərhəddini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdi. Bu da yanlış cavabdır. Rəvadilər ümumiyyətlə cənubda yaranmışdı. Deməli, 15-ci əsrdə Teymurilər dövlətindən fərqi olaraq Osmanlı dövlətinə aiddir. Burada bizim doğru cavabımız olacaqdır. C variantı, Ağqoyunlu dövlətinin məğlub edilməsi. Yəni, Qızıl Ordu dövləti ilə normal münasibətlərin qurulması, ümumiyyətlə Qızıl Ordu artıq parçalanırdı. Sonra Səfəvilər dövlət tərəfindən məğlub edilməsi. Bu da yanlış cavabdır. Ümumiyyətlə 15-ci əsrdə Səfəvilər dövləti yoxdur. Çünki 1501-də yaranır Səfəvilər dövləti. 16-cı əsrdə Ağqoyunların məğlub edilməsi doğrudur. 1473-cü ildə Otluqbeli döyüşündə. Hə, yer gəlmişkən bunda istədiyim bir vardı Otluqbeli, bir də vardı Malatya. Baxın, burada tərəflər Osmanlı ilə Ağqoyunlu idi, elə deyil. Deməli, Otluqbelidə də o var, Osmanlıda da o var. Deməli, o olan yerdə Osmanlı qalib gəlib. Malatyada da var, Ağqoyunluda da var. Deməli, o olan yerdə də Ağqoyunlu qalib gəlib. Paytaxtın dəyişdirilməsi də oxşar cəhət kimi götürəcəyik. Monqolların hücumuna məruz qalması da variant olsun deyənə yazıblar ora. Deməli, doğru cavabımız oldu. C variantı. Davam eləyək. Düzgün cavab istəyir bizdən. Düz. Burada isə bizim doğru cavabımız belə eləyim. Siz də görün nə çıxdı. Saint-Germain müqaviləsini imzaladı. Almaniya ilə Avstriya birləşməməyi öhdəsinə götürdü. Bu səhvdir, yəni səhv cavabdır. Deməli, bir olan cavabı çıxacaq. Millətlər Cəmiyyətinin mandat sistemi yaradıldı. İngiltərə yaxın şərqdə bəzi əraziləri ələ keçir. Tamamilə doğrudur. 2 olmayan cavab çıxır. Vaşinqton konfransı çağırıldı. Vaşinqton konfransının çağırılması nəticəsində deyir ki,
Fransa, Almanya, Belçika sərhədlərinin təhlükəsizliyi. Bu Almanya məğlub olubsa, Almanya niyə təhlükəsizliyi təmin edilsin ki? 3 də səhvdir. Cavabım nə qaldı? C variantı. Trianon sülhü Macarıstan təzminat ödəməsi. Bəli, doğrudur. Trianon sülhü nəzərsən Macarıstan təzminat ödəyir. Əraziləri qonşu dövlətlər arasında da bölüşdürülür. Davam eləyək. Bu sualı yazmasaydılar da olardı. Həqiqətən çox asan bir sualdır. Deməli, bu ulduzla işarələnən İngiltərədir və yaxud Böyük Britaniya, nə deyirsiniz deyin, 1707-dən sonraydı. Deyəksiniz ki, Böyük Britaniya, deməli bu səhv olacaq. Çünki 1707 olsun ki, gərək Böyük Britaniya olsun. Deməli, burada Fransadır. Burada nətər yadınızdasa, bu İngiltərədir. İngiltərə heç. Fransa, Almanya, burada Rusiya, burada Polşa. Nə olur? Fapırı daha doğrusu. Bu Polşanı yadda saxlamasaz da olar. Far kimi yadda saxlasaz asan gələcək sizə. Burada da nətər yadınızda saxlayın. Bura İspaniyadır, bura Portuqaliyadır. Nə olur? İp. Nəsə, oxşar cəhətimiz olur A variantı. Yəni sizə variantlarda Böyük Britaniya adını çəksəydi səhv olardı. Ərazi olaraq amma siz deyə bilərsiniz ki, Böyük Britaniya ili 1707 olsa idi. Ərəb ağalığı dövründə Azərbaycana aiddir. Azərbaycan deyir. Əbu Müslüm üsyanı ümumiyyətlə Azərbaycana aid deyil. Ona görə bir olan variantı çıxacam. B getdi, D də getdi. Elədi uşaqlar, elədi. Vergilər məhsulan deyir, torpağın sahəsinə görə alınır. Düzdür. Bir dənə xəlifə Əlinin dövründə qanun qəbul edilir ki, torpağın sahəsinə görə yox, məhsula görə alınsın vergi. Ondan sonra Əməvilərdə də, Abbasilərdə də torpağın sahəsinə görə alındı. Baxmırdı ki, sən məhsulun nə qədər deyir, bu qədər torpağın var, çox da vergi verməlisən. Deməli, 2 olmayanda çıxacam. Şamaxıda Böyük Cümə məscidi, bunu da düz götürəcəyik. Çünki 8-ci əsrdə tikilmişdi ərəblərin dövründə. Deməli, cavabımız odur 2-3. Müsəlmanlar bütün vergidən azad idi. Xeyr. Sadəcə can vergisindən azad idilər. Ticarət mərkəzində rabatlar yaradılması da. Deməli, biz bunu Hülakülər dövlətində deyəcəyik. Doğru cavabımız olur 43-ə A variantı. Və ticarət mərkəzləri olan rabatların yaradılması Hülakülərdə, ümumiyyətlə Azərbaycanda rabatların yaradılmasını ərəblərinə oxşar götürmürük. Deməli, Eyler-Venn diaqramına əsasən uyğun fikri soruşur. Almaniya və Osmanlı 1-ci Dünya müharibəsi dövrü, yəni 14-18. Monarxiyanın devrilməsi, təbii ki də biz bunu götürəcəyik. Deməli, 1-ə, yəni Almaniyaya. Çünki müharibə bitməzdən əvvəl 1918-in 9 noyabrında Dayı deməkdən bezmişəm, qoy bir də deyim. AXC-də də 3 rəngli bayraq olmuşdu. 3 rəngli dövlət bayrağı və yaxud da ikinci bayraq qəbul edilmişdi. Almaniya isə respublika elan olunmuşdu. Yəni imperiya kimi girmişdi. 1871-də imperiya olmuşdu. 1918-də də respublika kimi müharibədən çıxmışdı. Deməli, 1-ə getdi A. Variantımız getdimi? Getdi. Deməli, baxırıq, mərkəz dövlətlərin tərkibində olması bu hər ikisinə aiddir. Yəni, orta cəhət götürəcəyik. Marna döyüşündə məğlub olması, bu da Almaniyadır. İldırım sürətli planı puça çıxmışdı. Cavabımız olur A variantı. 2-yə də gedir D variantı, qələbə qazanması. Hətta İngilis generalı təslim olmuşdu burada. Doğru cavabımız elə qaldı. A variantı. Versal sülhünü imzalaması da müharibədən sonra idi artıq. Ona görə də doğru cavabımız qalır A variantı. Yəni təmizləyim buranı. Davam eləyək qaldığımız yerdən. Bizə deyir ki, Osmanlı dövlətinin 18-ci əsrin ikinci yarısı üçün səciyyəvidir.
Nadir Şah Əfşarla illərin yazaq. 18-ci əsrin ikinci yarısı 1751-1800. Nadir Şah Əfşarla. Nadir Şah nə vaxt ölmüşdü? 1747-də. Düşür ümumiyyətlə 18-ci əsrin ikinci yarısına? Yox. Nadir çoxdan o dünyada, sümüklər çürümüşdü. Getdi. Rusiya ilə aparılan müharibədə məğlub olması. Təəssüf ki, biz bunu doğru cavab kimi götürəcəyik. Deməli, 2 düz oldu. 2 olmayan variantda çıxsam cavabım qalır A. Kipr adasını fəth edir Qəsdə. O 6-cı əsrdədir. Ona görə səhvdir. Ağa Məhəmməd xan Qacarla diplomatik əlaqələrin saxlanması düzdür. Avropa nümunəsində nazirlər də birinci yarısından artıq yaranmağa başlamışdı. Burada isə ikinci yarısı verib. 46-da bizə deyir ki, Şeyx Məhəmməd Xiyabaninin dövrünə aiddir. Yəni milli hökumətinə sadəcə 1921-ə aidləri götürəcəyik. Baxmayaraq ki, hərəkat 1917-21-ə əhatə edir. AXC 21-də varmı? Yoxdur. Deməli, getdi. Qaldı 2, 3, 4, 2, 5. Milli Qvardiyanın yaradılması düzdür. Konstitusiyanın qəbul edilməsi təbii ki də konstitusiya qəbul eləməmişdi. Azərbaycan dilinin bütün İranda rəsmi dilə çevrilməsi. Azərbaycan dilini rəsmi dil elan eləməmişdi. Yəni, Qacarların tərkibində idi. Azərbaycan dili, dövlət dili elan olması Pişəvərinin dövründədir. Yəni, uşaqlar, bütün dinə İranda Azərbaycan dövlət dili olan olması Pişəvəriyə aiddir. Konstitusiyanı da qəbul eləməyib. Azərbaycan dili bütün İranda da dilə qəbul edilməyib rəsmi formada. Cavabımız qalır 2-5. Bəli, pulsuz qız məktəbi açdırmışdı. Şeyx Məhəmməd Xiyabani Təbrizdə mədəniyyət hissəsində qeyd olunub. Hadisələrin hansını yer dəyişdirirsə, bu sual da keçən ildən artıq çox populyar olub. Hər sınavda qarşınıza çıxır. Yəqin ki, artıq yönünü bilirsiniz. Deyir ki, Gəncədə Usta Bəndərin üsyanının baş verməsi. Bu da aiddir 1231. Elxanilər dövləti 1258. Ali Monqol xalqanlığının tərkibinə qatılması 1256. İngiltərədə ilk parlament 1265. Yüzillik müharibənin başlaması 1337. Doğru cavabımız olur 2 və 3. Yerində isə xronoloji ardıcıllıq bərpa olunar. Bizdən də Sultan Hüseynin dövrünə aid olanı soruşur burada. Dövlətin keçmiş qüdrəti bərpa edildi, yalansa, yəni səhvdir. Sənətkarlar bütün vergilərdən azad edildi, edilib eləməyiblər, yazdıqlar. Stefan Razinin qarətçi yürüşləri baş verdi, baş verməmişdi. Rus tacirlərinin mənafeyinə uyğun müqavilə imzalamışdı 1600. Cavabımız D variantı. Osmanlı qoşunlarının məğlub edilməsi isə yanlış cavabdır. O, heç dövləti düzəməli idarə eləməyi bacarmamışdı. Çünki hakimiyyətdə olduğu dövrdə yəni çəkişmələr çox baş verirdi. Əlmərdan bəy Topçubaşova aiddir. Qeyrət Partiyasının yaradıcısı, xeyr, bu Rəfi Bəyli idi. Ona görə bir olan çıxacaq. Mən deyir ki, aiddir, yəni düzləri götürəcəm. XCGK-ni Azərbaycanlar təmsil eləmişdi, eləyib eləməyib. Bu da səhvdir. Viborq bəyannaməsini həbs edilmişdi. Bəli, çünki bu çarın əleyhinə idi. Hətta İsmail xan Ziyatovunu da həbsə atırlar. Bu variantı səhv götürdüm. Tiflis sülh konfransında biz burada deməli biri çıxdıq uşaqlar. 2-ni də çıxdıq. 3-ü düz götürdük. Sədrliyi ilə Bakıda müəllimlərin birinci qurultayı keçirilib. Xeyr, səhvdir, belə bir şey yoxdur. Tiflis sülh konfransında Daşnak Sütun Partiyasının nümayəndələrini
ifşa etmişdi. Bu da düzdür. Yəni onun əsl niyyətinin nə olduğunu bildirmişdi xalqa, agah eləmişdi. Tamamilə doğrudur. Əlmərdan bəy Topçubaşova aiddir. Uyğunluğu müəyyən edin deyir, yəni düzləri soruşur. Ağqoyunlu dövləti. Həsən Padişah, Sultan Yaqub. Deməli, Muş döyüşünə vaxtı 1467 dövlətinə vaxt, yəni 1468. Ay getdi işinin dalıyca, getdi. Baxıram ki, hər üç variantda B var. Demək ki, B düzdür, həqiqətən də düzdür. Hətta 1477-dir, ilini də deyim sizə. Səfəvilərin məğlub edilməsi Həsən Padişahın dövründə yox idi. Ona görə də C olanda çıxacam, cavabım qalacaq. A variantı Ərdəbil hakimiyyəti məğlub edibmi Sultan Yaqub tamamilə doğrudur. Şirvanşahlarla müttəfiq olması, Şirvanşahlarla müttəfiq olub məğlub eləmişdi. Osmanlı dövləti ilə müharibə aparması xeyir. Hətta onun dövründə biz Osmanlılarla normal münasibətləri qeyd edirik. Yəni doğru cavabımız oldu A variantı. Ara gedirik. Hələ burada suallarımız var. Deyir Alban hökmdarı 3-cü Mömin Vaçaqana aid olanlar seçin. Sasani dövlətində ödənilən vergilərin azaldılması yalansa, belə bir şey yoxdur uşaqlar. Bir getdi. Yeni kilsələrin keçirilməsi düzdür. 2 düzdür. Xristianlığı ölkə arasında rəsmi din kimi qəbul edilməsi. Rəsmi din kimi qəbul edilməsi. Biz bunu da səhv götürəcəyik. Çünki xristianlığı yayırdı o. İlk dəfə, yəni Urnaydın dövründə biz demişdik 313-də xristianlıq rəsmi dövlətliyi elan edilmişdi. Sonra, yəni 3-də səhvdir. Cavabım da qalıb. Paytaxtı Bərdəyə falan da köçürtməyib. Dövlətin siyasi və mədəni cəhətdən inkişaf etməsi də tamamilə doğrudur. Memarlıq abidələrinə heç birinə aid deyil. Bu sadə sual idi məncə. Çünki burada cavabımız bizim E variantı olacaq. Yəni Osmanlılar ümumiyyətlə Azərbaycanı 18-ci əsrdə idarə eləyib və o da Səfəvilərin dövründədir. O abidələrin də içində ancaq biz xalça deyirik, məscid deyirik. Yəni deməmişik ki, Osmanlılar nəyisə yaradıblar, orada tikiblər. Hamısı Səfəviyə aid olanlardır. 12-ci əsrdə inşa edilməsi Memar Əcəmi tərəfindən Möminə Xatun türbəsini deyəcəyik. Müsəlman intibahı dövrünə aid Qüvvətül-İslam, Şirvanşahlar dövlətinə aid olması Mərdəkan qalasının Naxçıvan şəhərində yerləşməsi Möminə Xatun türbəsi, yəni Y variantı yenə də gəlir çıxır. Birinci Təhmasibdən fərqi olaraq birinci Abbas nə eləmişdi? Deməli biz burada baxacağıq. Avropa dövlətlərinə hər ikisi əlaqələr saxlayıb, həm Təhmasib Moskva şirkəti, həm də Abbas İngiltərə ilə. Hətta əbədi dostluq müqaviləsində imzalamışdı. Mərkəzi Ərdəbil olan düzdür. Azərbaycan bəylərbəyliyini yaradıb, Osmanlı qoşunu ikisi də məğlub edilib. Təbrizdə Cəlalilər hərəkatı baş verib, yəni cavab 2-4. Şəki hakimliyində Təhmasib ləğv eləmişdi 1551-də. Cavabımız 2-4. Xronologiya. Burada çoxu birincinin ilinə fikir verməmişdi. ABŞ-ın strateji müdafiə təşəbbüsü proqramının elan olması 1983-dür. Britaniyanın AİB-dən ayrılması 2020-dir. Brexit planı ilə. Brexitdir, nə deyirsiniz axırı? Yunanistan Kiprə ilhaq cəhd etməsi 1974-dür. Soyuq müharibənin başa çatması SSR-nin dağılması ilə nəhayət 91-də. Düzə görə nə olunur? Burada birinci 3 gəlir, sonra 1 gəlir, sonra 4 gəlir, sonra 2 gəlir. Yəni 31-42. Davam eləyək. Deyir ki, Şimali Azərbaycanda 1840-60-a aid olanları seç. Rəhdar vergisi 1836-da ləğv edilmişdi. Ona görə bir səhvdir. Hərbi vergi. Hərbi vergini biz burada götürəcəyik. Çünki aiddir. Ruslar təyin eləmişdi hətta.
70-ci illərdə, amma bizdən 40-dan 60 soruşur. Ona görə için götürməyəcəm. Qafqaz canişinliyini götürəcəm. 1844-dən 83-ə qədər mövcud olmuşdu. Ona görə 3-ü götürürəm. Qəzan məktəbləri də var idi, götürürəm. Müəllimlər seminariyası 80-ci illərdə idi, ona görə götürmürəm. Yəni doğru cavabımız 3 və 4. Manna dövlətindən fərqli olaraq Albaniya dövlətinə aiddir. Yəni Mannada olmasın, Albaniyada olsun. Deyir ki, Yunan yazısından istifadə edilməsi. Yunan yazısından istifadə edilməsi təbii ki də Albaniya dövlətinə aiddir. Qeyri-məhdud hökmdar hər ikisinə aiddir. Türk tayfaları Mannada İskit var idi. Albaniyada 26 dənə tayfa var idi. Elə pol nüvəsi idi. Təsərrüfatda qul əməyinə hər ikisi istifadə edirdi və 1-ci minilliyin ikinci yarısında yaranmasında götürəcəyik. Çünki Albaniya eradan əvvəl 4-cü əsrdə yaranıb. Manna dövləti eradan əvvəl 9-cu əsrdə, yəni eradan əvvəl olduğu üçün 1-ci minillikdə 10-cu əsrdən 1-ci əsri əhatə eləyir. 10-cudan 15 əsrlər daxil olmanla biz deyəcəyik 1-ci yarısı. 4, biri də deyəcəyik 2-ci yarısı 10-cu əsrin. Ona görə doğru cavabımız olur bizim burada 1-ci və 5-ci fikirlər. 1 və 5. Uyğunluğu müəyyən edin. Azərbaycan 3-cü Respublika dövrü. Deməli, 3-cü Respublika dövrü deyir. Yada salaq ki, biz Azərbaycanın ümumiyyətlə neçə respublika olub. Birincisi AXC-dir. 1918 və 2020 nə idi? 1920. İkinci isə Azərbaycan SSR idi. 1920-dən 1991-ə qədər. 3-cü Respublika nəhayət müasir Azərbaycan Respublikası 1991-dən bu günə qədər. Heydər Əliyevin dövrü və İlham Əliyevin dövrü, amma prezident kimi təbii ki də seçəcəyik. Məişət kondisionerlər zavodu rəhbərliyi dövrünə düşür. Ona görə anı heç birinə götürməyəcəm. Çünki biz prezidentlik fəaliyyətinə aid olan seçməliyik. Konstitusiya məhkəməsinin yaradılması Heydər Əliyevin rəhbərliyi dövrüdür. Respublika ümumiyyətlə 1-ci Respublika rəhbərliyi dövrü Heydər Əliyevin 93-98, ikincisi 98-2003. İlham Əliyev isə 2003-dən bu yana qədər rəhbərlik eləyir. Hələlik 2026 yazacaq. Bakı Tbilisi Ceyhanın istifadəyə verilməsi isə İlham Əliyevin hakimiyyəti dövrünə düşür. ATM qoşulmağımız 1992-dir. Heydər Əliyev də gəlib hakimiyyətə 3 oktyabr 1993 düşür ki, yox. Ona görə bunu da götürməyəcəm. Aslan xidməti də yaradan İlham Əliyev idi. Cavabımız 1-ə B, 2-yə isə C və Y variantıdır. Baxaq görək situasiyada nə deyir? Rusiya imperiyasının ümumiyyətlə oxumayın sizə tövsiyəm. Suallara baxın, sonra gəlin. Nə deyir? Deyir ki, sonuncu cümlədə bəhs edilən problemin həlli üçün AXC hökumətinin gördüyü inziva tədbirlərdən birini yazın. Görək nə deyir hər sonuncu cümlədə? Deyir ki, Ermənilər Azərbaycana qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib eləyir. Bununla kifayətlənməyən ermənilər Azərbaycan və dünya ictimaiyyətini fakt qarşısında qoymaq məqsədi ilə Azərbaycan tarixi torpaqlarında soyqırımlara başladılar. Mart soyqırımı deyə bilərik. 31 Mart soyqırımını. Amma bizə deyir ki, AXC-nin gördüyü inziva tədbirlərdə, yəni Qarabağ General Qubernatorluğunu biz burada qeyd edəcəyik. Qarabağ General Qubernatorluğunun yaradılması. Natorluğu. Deyir, separatizmə qarşı aparılan mübarizənin nəticələrinə ikisini yazın. Deyə bilərik ki, Andranik erməni idi, onu məğlub eləmişdilər. Andranikin məğlub edilməsi və separatçılara qarşı uğurlu mübarizə.
Separatçıların məğlub edilməsi. Mənbədə bəhs edilən şəhərin bir dəqiqə uşaqlar. Mənbədə bəhs edilən şəhərin güzəşt edilməsinin qarşılığında Ermənistan Azərbaycana qarşı götürdüyü öhdəliyi yazın. Ümumiyyətlə hansı ərazi idi ki, güzəştə gedilmişdi? Təbii ki də İrəvan ərazisi. İrəvan ərazisi də 1920-ci 18-ci ilin 29 mayında güzəştə gedilmişdi. Yəni Ermənistan yaranan günü təəssüflər olsun ki, nəyin qarşısında götürmüşdü? Ermənilər Zəngəzura qarşı, ermənilər Zəngəzura hücum etməyəcəkdilər. Görürsünüz uşaqlar, ümumiyyətlə mənbəni də oxumadım. Bir dənə axırı cümləni oxudum, orada mənbədə qeyd etmişdi. Siz də yəni baxırsınız, görürsünüz ki, burada qeyri-adi heç bir şey yoxdur. Asan şəkildə yazmaq olar əslində. Bu arada hazırlıqlarımıza da qeydiyyat davam eləyir. Əgər qoşulmaq istəyirsinizsə, iyulun 1-nə qədər qeydiyyatdan keçəcək olanlar, yəni iyulun 1-nə kimi qeydiyyatdan keçən hər bir kəsə endirimlər olacaqdır. Amma iyulun 1-dən sonra qeydiyyatdan keçənlərə bu endirim tətbiq olmayacaq. Dərslərimiz isə həftənin hər günü keçiriləcəkdir. Əgər qoşulmaq istəyirsinizsə 055 498 86 55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar. Belə videoların davamını gəlməsini istəyirsinizsə, zəhmət olmasa like atmağı, rəy yazmağı və dostlarınızla bölüşməyi unutmayın.